Hər vaxtınız xeyirli olsun. Xırdalanda 6 mərtəbəli binanın 4-cü mərtəbəsində şəxsi belə bir mənzil satışdadır. Mənzil 53 kvadratdan ibarətdir. Tam əşyalı vəziyyətdə satılır. Yəni evin hal-hazırda biz dəhlizindəyik. Dəhlizi döşəməsi istilik sistemidir, metlaq döşənibdir. Görünən bu əşyaların hər biri qalacaqdır. Bax, bura belə bir mətbəxi, yəni dəhlizdə göründüyü kimi belə bir mətbəx yeri düzəldilibdir. Geniş bir mətbəx düzəldilib və bütün mətbəx mebelləri, görünən ki, bax, bu elektronik avadanlıqların hər biri qalacaqdır. Çox gözəl, keyfiyyətli təmir olunubdur. Mətbəx mebelləri də keyfiyyətlidir. Belə bir mətbəxinin xüsusi əşyaları belə göstərmək istəyirəm. Burada isə yataq otağı. Belə bir yataq otağı, əşyalar qeyd etdiyim kimi hər biri qalacaqdır və ona görə əşyaları da belə yaxından daha diqqətli çəkməyə çalışıram ki, belə bir şifonier, döşəməsi taxtadır. Onu da qeyd edeyim, binanın kupçası var, ipoteka ilə də satışa gedə bilər, yəni ipoteka ilə də ev almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Qaz su işıq daim edir, binanın lifti var, lift işlək vəziyyətdədir, binada tam yaşayış var. Bir daha qeyd edim ki, bax, burada döşəmə istilik sistemidir. Bir də bu avadanlıqları göstərim, çünki çox gözəl zövqlə təmir olunubdur. Burada hamam otağı yerləşir. Duş kabini. Burası zal otağıdır. Bu otaqda da hər bir əşya qalır. Yalnız bax, bu divan. Birizə bax, bu divan götürüləcəkdir. Qalan əşyalar qalmaq şərti ilədir. Televizor da yeni alınıbdır. Yəni evdə görünən bu əşyaların hər biri yeni alınıbdır. Döşəmə qeyd etdiyim kimi taxtlar və buradan isə balkona da çıxışı var. Balkonda da qaz peçi qoyulubdur. Burada isə balkonu. Balkonda da göründüyü kimi bax, belə bir trap xətti də qoyulub. Qaz sayğacı. Burada isə bax, belə bir qaz peçi də qoyulubdur ki, müəyyən bəzi əşya, yeməkləri iyi gəlməsi, evə iyi olmasın deyənə burada da qaz peçi qoyulubdur. Balkonu da bir daha evin zal otağı və qeyd edim ki, sənədlər tam qaydasındadır, kupçası var binanın. Qiymətində isə endirim olunacaqdır.